Deməli yoldaşlar, telefonda silinən şəkillər, videolar, WhatsApp yazışmaları, bunların geri qaytarılmasının gözəl bir yolu var, proqramsız. İndi onu göstərəcəm. Onu da qeyd edeyim ki, yoldaşlar, bu Google Drive-dan, zibil kutusundan silinən faylların bərpasıdır. Google Drive-dan məlumatlarınızı silmisiniz və zibil kutusundan da silinib. 25 gün müddətində onu Google-a sorğu göndərərək bərpa edə bilərsiniz. Burada Request File Recovery bölümünə girirsiniz. Bu linki videonun açıqlama bölümünə yazmışam. Buradan hesabınızı seçirsiniz. Hansı hesabdan silinibsə, o hesaba giriş eləyirsiniz. Belə bir forum qarşımıza çıxır. Forumu doldururuq. Ad familiyadır. 25 gün müddətində silindiyini təsdiq eləyirsiniz. Və aşağıdan WhatsApp, foto, video bu bölümü seçirsiniz. Razılaşmanı qəbul edirsiniz və bu sondakı linkə daxil olursunuz. Qeyd edeyim ki, bu 25 gün müddətində silinən faylların bərpasıdır. Bunu Android telefonlarında bu formada eləyə bilərsiniz, əgər fayllarınız zibil kutusundan da silinibsə.